İkinci sualda. Uyğun tərəfləri paralel olan bucaqların fərqi 60 dərəcədir. Paralel olan bucaqların cəmi 180 dərəcə bərabərdir. Uyğun tərəfləri paralel olan fərqlərini isə verir bizə. Alfa, beta fərqi bərabərdir 60 dərəcə. Cəmlər isə bərabərdir 180 dərəcəyə. Alfa üstə gəlsin, beta bərabərdir 180 dərəcəyə. Bərabərdir 6 toplayan zaman 2 alfa bərabərdir. Mənfi beta, müsbət beta ixtisar gedir. 180 60'ı toplayanda edir 240. Alfa da bərabərdir 242'ye bölündə edir 120. Cavab olur alfa dərəcəsi 120. Digər bucaq tapmaq üçün cəmləri deyirsək 180'i bərabər, digər də bərabərdir 60'a. Böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucaq 120 dərəcəyə bərabərdir. Yəni A variantı. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın digərlərin biri 50 dərəcə, digəri isə 180 dərəcədir. Yəni, yenə yazıram. A ilə B-nin yazıq fərqi yoxdur. A minus B bərabərdir 80-ə. A üstə gəl B bərabərdir 180-ə. Burada yenə elementarını sıfırlamışam. A minus B bərabərdir 50-yə. A üstə gəlsin B. Şərtdə bizə 50 verdi. 50 yazırıq. 180. Alt-alta toplayırıq. Sistemi alıram. Alt-alta toplayırım. A ilə A-nı toplayanda edir 2A. Bərabərdir. Mənfi B ilə müsbət B ixtisar gedir. 180-dən də 50-ni toplayanda edir 230. A da bərabərdir. 230'u bölürüm 2'ye. Eləyəcək 115. Mənə deyir ki, baxın, biri 115 dərəcəsi digər nəyə bərabərdir? B də bərabərdir. Toplayanda bunlar 180 dərəcə eləməlidir. B də bərabərdir 65'e. Kiçik bucağı tapın. Məndən kiçik bucağı tapmamı istəyir. Böyüyü 115'dir, kiçiyi 65. Kiçik təbii ki, hansı olacaq? 65 dərəcə C variantı. 44-cü sualda. ABC bu formada bir ABC düz bucaqlıda x minus y bərabərdir 20 dərəcə. X minus y 20 bildim. Bəs bunların cəmi nə bərabərdir? Düz bucaqda 90'a bərabərdir. X minus y bərabərdir 20. Düz bucaq olduğuna görə cəmi də nəyə bərabərdir? 90 dərəcə. Bərabərdir 90 dərəcə. Yəni təmizlər sistemi gedirik. Sistem alıram. Alt-alta toplayıram. X-dən X-i toplayanda 2X. Mənfi y-lə müsbət y ixtisar gedir. 90'dan da 20 cəmi 110. X də bərabərdir. 112'ye böləcəm 55. Cavab olacaq hansı variant? Bir dəqiqə X-i tapmışam mən. Bəli. Elə məndən də X-i soruşur. Cavab olacaq 55. C variantı. X minus y 30 dərəcədir. Cəmlər də yenə deyirəm ki, 90 dərəcəyə bərabərdir. Üstə gəlinsin y bərabərdir 90'a. Alt-alta toplayırıq. 2x, x-dən x-i toplayan zaman 2x. Y-lər ixtisar gedir. 30'dan 90'ı toplayanda 120. X də bərabərdir. 120'ni 2'ye böləcəm 60. Bu dəfə məndən y istəyir. X 60'da y nəyə bərabər olmalı? Toplayanda 90 eləməlidir. 90'dan 60 çıxaram, qalar 30. Cavab olar C variantı. 46-cı sual. Qonşu bucaqların nisbəti 5 bölünsün 7 kimidir. Yəni, qonşu deyən kimi 180'i yazırıq. Bilir ki, 180'ə bərabərdir cəmləri. 5K üstə gəlsin 7K. Bərabərdir 180. 180 dərəcəyə. 5K-nın 7K-nı toplayanda edir 12K. 12K bərabərdir 180'ə. 180'i də 12'ye bölən zaman düşür 15. X də bərabərdir 15'ə. X 15 tapdıq. Daha sonra neyin edirik? Aparıb böyükdə də kiçikdə də, yəni 5K-da da 7K-da da yerinə yazacağıq. Gecə saniyə K bərabərdir. Mouse'da problem yaşandı bir dəqiqəlik. 180'i böləcəm 15. K-nı 15 tapdım. 5K-da aparıb yerinə qoyuram. 5 vurulsun 15 nəyə bərabərdir? 5 15'ə vuran zaman eləyir. 5 15'ə vurmaq ehtiyac yoxdur ki, böyük istəyir məndən. Böyük 7 olacaq. Bu təbii ki, 7 vurulsun 15. 7'dən 15'ə vuranda neçə ilə 105. Hər ehtimalı gəlin kiçik də vurun. Rahatçılıqla göz qarşısında görün. 5'i də 15'ə vuran zaman eləyəcək 75. Biri 75'dir, biri 105. Böyük olan hansı olası? Təbii ki, 105. Yəni A variantı. Hansıda problem oldu deyə bunu sərbəsiz yazıldı. Şəkildə parçaların sayı şüaların sayından nə qədər çoxdur? Bizə nə qədər parça verilib? Parça nədir? Ümumiyyətcə parça nə deməkdir? Bunu bilən düşünmək lazımdır.
Parça nədir? Bir M parçası var, bir M, bir dənə də K parçası. Üçgen hərfdir. Deməli, parçanın sayı nə qədərdir? 3 dənə. Şuaların sayı nə qədərdir? Şua həmişə 2 n-ə bərabərdir. Yəni 2 vurulsun 3. Bu da bərabərdir 6-ya. Şua da 6-dır. Şuanın sayı parçanın sayına nə qədər çoxdur? 6-dan 3 çıxacaq. Cavab qalacaq 3. Aradakı fərqi soruşur bizdən. 48-ci sual. Formada bir fiqur verdik bizə. Aha, 60 dərəcə, 50 dərəcə. Bu ikisi baxın diqqətlə. 60 ilə 50 sanki fiqurun sağında deyən daxilində yerləşir. X isə solunda deyən xaricində yerləşir. Soldakı nəyə bərabərdir? Sağdakıların cəmini. Yəni 60 üstə gəlməsin 50-yə. Bu da nəyə bərabərdir? 110. Cavab olur B variantı. Digər sualda baxın. X daxildədir, 50 daxildədir. Amma burada qalan bucaq, yəni 90 dərəcəli bucaqdır da, bu düz bucaqdır. Düz bucaq xaricdədir. Yəni bu ikisinin cəmi 90-a bərabər olmalıdır. 50 buradırsa, bura neçə olmalıdır ki, 90 olsun toplayanda 40. 90-dan 50-ni çıxacam. Cavab qalacaq 40. Yəni B variantı. 50-ci suala baxaq. İxtiyari emin parçası verilib. Yəni emin parçası verilib. Yəni emin parçasını çəkək. Bir saniye biraz səliqəsiz oldu. Yəni səliqəsiz oldu. Səliqəsiz düzəltməyə çalışanda daha da səliqəsiz betər vəziyyətə gətiririk. Bir dənə emin parçası verilir. İxtiyari M və M. Mənə deyir 1, 3, 1, 2, 3 nisbətində bölünür. Yəni bura 1, bura 2, bura 3. Bura olacaq 1K, bura olacaq 2K, burada olacaq 3K. 1, 2, 3 nisbəti bu deməkdir. 1K, 2K, 3K formasında yazdım. Bizə nə deyir şərtin davamında? Birinci və üçüncü hissələrin orta nöqtəsi. Birinci hissəm burada, ortasına bir nöqtə götürdüm. Üçüncü hissəm burada, ortasına bir nöqtə götürdüm. Bunlar arasındakı məsafəni mənə verib 32. 32. Bunlar arasında nə yerləşir? Bir dənə bütöv 2K var. Bir dənə birin yarısı var. Birin yarısı nədir? 0.5. Yəni 0.5K var. Bir dənə də 3K'nın yarısı, yəni 1.5 verilib. 1.5K var. Bərabərdir nəyə? 1.5K bərabərdir cəmlərin hamısı 32-yə. 1.5K'nın 0.5K'nı toplayanda eləyir 2K. 2K'nın da üstünə 2K gələndə 4K. 4K bərabərdir 32. Bu da bərabərdir 32-ni 4-ə bölərik 8. Mənə nə deyir? M parçasının uzunluğu da ümumi parçanın uzunluğu. K 8'dir. Biri 8'e vuranda 8. İkinci 8'e vuranda 16. Üçü 8'e vuranda 24. M'in parçasında bunlar yerləşdi bütöv. Bunlar yəni M'dən N'ə qədər olan hissəni soruşur məndən. Bunları toplayacağım. 16 ilə 24 toplayanda 40. 40'ın da üstüne 8 yaranıyor 48. Cevap da olacaq C variantı. 51-ci sualda. Qonşu olan bucaqlardan biri 60%, biri digərinin 60%-ni təşkil edir. Sual bizə nə demək istəyir? Baxın. Yəni biri 60-ı ədədə çevirərəm. 60-ı faizini hesab misala qoymaq olmur. 60-ı ədədə çevirmək üçün 100-ə bölərəm. Bu sıfırdan bu sıfır ixtisar gedir. 6-nı da ona böləndə 0,6 edir. Yəni biri digərinin 60%, yəni 0,6-sını təşkil etmək deməkdir ki, bir x-dir, digər də nədir? 0,6-dır. 0,6x. Bunları toplayır, qonşu deyildi, 180-ə bərabər eləyir. 1 ilə 0,6-nı toplayanda deyildir 1,6. 1,6x bərabərdir 180-ə. X də bərabərdir 180-i 1,6-ya böləcəm. 180-i 1,6-ya bölmək biraz qarışıq məsələ olacaq. Gəlin 180-i yəni tam bölünmür. Bura bir 0 əlavə edib, buradakı vergülü apararam. Buranı eləyərəm 16. Buranı da 8'e böləndə 18'i 8'e böləndə 9. Böyle yazarıq da bunu parçalayayım daha rahat görün. 18 vurulsun 100 kimi yazarım sürəti hadisələr aparmaq istəyirsinizsə. Məxrəcdə 4 vurulsun 4 kimi yazaram. Bu 4'ü 2'ye bölərəm düşər 2. 18'i 2'ye bölərəm düşər 9. 4'ü 4'e bölərəm 1. 100'ü də 4'e bölərəm düşər 25. Sürətdə cavab nə qalır? 25 vurulsun 9. Məxrəcində isə 2 qalır. 25 vurulsun 9 sürət. Məxrəc isə 2 qalır. Bu formada saxlayaq hələ ki, heç bir şey ixtisar apara bilmirik çünki. Mənə deyir bu bucaqlardan kiçiyini tap. Böyüyü x-dir, kiçiyi 0,6 x-dir. Yəni bunu 0,6-ya vurmalıyam.
0,6 ne deməkdir? 6 bölünsün 10 deməkdir. 6 bölünsün 10 vurulsun. Digərində olduğu kimi keçirin. 25 vurulsun 9 bölünsün 2'ye. Aha. 10'u 5'e böləndə düşür 2. 25'i 5'e böləndə düşür 5. 2'ni 2'ye böləndə 1. 6'nı 2'ye böləndə düşür 3. Bu formada saxladıq. Bərabərdir. Məxrəcim nədir? Başqa ixtisar gedən heç bir şey yoxdur. Məxrəcim 2-dir. Sürət 3 vurulsun 5 vurulsun 9. 3 dəfə 5'i 15. 15 ile 9'a vuran zaman 135. Bir saniye qarama düşdü. Aha. 135. 135'i 2'ye böleceğim. 135'i de 2'ye bölen zaman 67 tam onda 5. 67'nin yerində qıcasan 67 deyir bunu. 135'i 2'ye bölürəm. Bəli, 134 eləyər. Yarısı qalar. O da eləyər 67 tam onda 5. Cavablar A variantı. Ne var imiş cavabda da. Aha. 52-ci sual. Qonşu bucaqlarının biri 3 mislindən 20 dəfə böyükdür. Yəni bucağın biri x-dir. Bunu rahatlıqla yazırıq. Bucağın biri x-ə bərabər imiş. Digəri qonşu deyir cəmlərini 180-ə bərabər eləyəcəm. 3 mislindən 20 vahid böyük, 20 dərəcə böyük. Yəni x-i 3-ə vuracam. Eləyəcək 3x, üstünə bir də 20 gələcəm. Bucağın biri x oldu. Digəri 3x üstə gəlməsin 20. Cəmləri bərabərdir 180-ə. 3x-dən x-i toplayan verir 4x. Bərabərdir. 20 digər tərəfə mənfi ilə keçir. 180-dən 20 çıxanda 160. İkisi bərabərdir. 160-ı 4-ə bölünür. Düşür 40. Bucağımın kiçiyi 40 imiş. Böyük nəyə bərabərdir? 3-ə vurub üstünə 20 gələcəm. 40-ı 3-ə vuranda 120, üstünə 20 gələndə 140. Böyük bucaq da. Böyrü 140-dır, digəri 40. Böyük təbii ki, hansı olacaq? 140. Yəni B variantı. 53-cü sualda. Yəni bucaq 2, 3, 4. 2, 3 və 4. Bunların cəmini verib 255. Bucaq 1-i tap. Ümumi bu 4-ün cəmi nəyə bərabərdir? 360-a. Təbii ki, 1 tapmaq üçün nə edirəm? 360-dan 255-i çıxarım. Bu da bərabər olur 105-ə. Cavab da olar B variantı. Hər dəfə bu qədər rahat olmaya bilər. Diqqətlə ona görə həmişə bucağın üstünə qeyd eləmək lazımdır. 54-cü sualda. Bucaq 1, 2, 4. Cəmi verib 300-ü. Aha, baxın burada artıq məndən 3 istəmir ki, qaçım 360-dan çıxam. Burada məndən elə bu 4-ü istəyir. Necə taparam? Burada nə eləmək olar? 1 ilə 4, 1 ilə 2. Aha, belə eləyərəm. Burada 3 taparam. Birinci ən başda 3 taparam. 3 tapmaq üçün nə eləyərəm? 360-dan 310-u çıxaram. 310-u çıxaram. Deyərəm ki, bura nəyə bərabərmiş? 50-yə. Yəni bucaq uc yerdə qalan göstərilməyən tərəf 50-yə bərabər. Bu 50-yə bərabərsə qarşı tərəfi də mütləq qarşı bucaqlar 50 bərabərdir. 50, 50 elədi 100. 360-dan 100 çıxanda qalır 260. Burada da 2 bucaq var axı bərabərdirlər. 260-da 2-yə bölərəm. Burada düşər 130. Burada düşər 130. Məndən də bucaq 4 istəyir. Yəni bucaq 4 nəyə bərabər imiş? 130-a. Yəni E variantı. 55-ci sual. A üstə gəlsin. Yəni A ilə S-nin cəmi B-yə bərabərdir. Bucaq B-ni tap. Bununla bunun yerinə B yazarım. Cəmlərini üstə gəlsin. Bir dənə də B burada var axı. B bərabərdir nəyə? Ümumi açıq dərəcəli bucaqda 180-ə. 2B bərabərdir 180-ə. B də bərabərdir. 182-yə bölərəm. Eləyərək 90. Elə məndən də B-ni soruşur. Oldu 90 dərəcə. Cavab oldu E variantı. A üstə gəl B-nin cəmi mənə verib 3C. Burayla buranın cəmi 3C'dir. Burada da bir dənə C var. Toplayıb 180-ə bərabər edərək 3C-nin C-ni toplayanda edib 4C. 4C bərabərdir 180-ə. C də bərabərdir. 180-i 4-ə böləcəm. 4 dəfə bir yana düşür 5. 45 cavab olur E variantı. 57-ci sualda. Veriləndən əsasən Y-i tapın. Asan 3 sualda açıq dərəcəli bucaqda cəmi 180-ə bərabərdir. Y kvadratı verir bana buna. Burada diqqətini yerinə yetirməliyəm. Y kvadratını taparam birinci. Bərabərdir. 180 çıxılsın. 30-un 29-un cəmi.
30-nun 29-cu əmrdir 59. 180-dən də 59 çıxanda cavab qalır 121. Y-i tapmaq üçün kvadratda axı bu 121 olur. Kök altında 121 yazaram. Yəni neyi nəyə vuranda 121 edir? Təbii ki 11. Cavab olur D variantı. 58-ci sualda 90 dərəcəli bucaqdır. Bu bir düz bucaqdır. Dərəcə ölçüsü 90-a bərabərdir. Y-i taparam. Y bərabərdir nəyə? 90-dan ümumi cəm 90 olmalı axı düz olduğu üçün. 30-un 30-unu cəmin çıxaram, yəni 60-ı. Y-i taparam 30. Qaçıb 30 axtarım variantda. Çünki sizə Y kvadratını tapın deyir. Y kvadratı nəyə bərabərdir? Y-i Y-ə vuraram. Yəni 30-u 30-a vuraram. 30-u da 30-a vuran zaman cavab eləyəcək 900. 30 vurulsun 30. 3 dəfə üçün 9, 1, 2. 2-dən də 0 var. Yazıram yanına. Cavab olur D variantı. 59-cu sualda. Bir də üzr sayın. Burada ümumiyyətcə fiquru qapalı kimi görün. Hər ikisi daxildə qalıb da düzün. Bu bir qapalı fiqurdur. Bunların ikisi də daxildədir. Daxildə qalan bucaqların cəmi 180-ə bərabərdir. Yəni 4D ilə 2D-nin cəmi 180-ə bərabərdir. 4D ilə 2D-ni toplayaram 6D. Bərabərdir nəyə? 180-ə. D də bərabərdir nəyə? 180-i bölərəm 6-ya. 18 6-ya böləndə 3, yanına da bu 0 düşür. Yəni 30. Cavab olar E variantı. Digər sualda da eyni qaydadadır. Hər ikisi daxildə qalıb, məndən x tapmamı istəyir. Hər ikisi daxildə olduğu üçün qapalı fiqur olsa, bu ikisi də içəridə qalıb, yəni daxildə. Toplayaram 4k ilə 6k, yəni 4x-dən 6x toplayaram 10x. Bərabərdir 180-ə. X də bərabərdir 180 ona bölərəm, sıfırlar x-lar gedər, qalar 18. Cavablar B variantı. Elə x-in tapılmağını istəyirdim. 61-ci sualda. 61-ci sualda deyil. Biri daxildədir, ikisi xaricdədir. Diqqətlə baxın. X daxildədir, digərləri xaricdədir. Bu zaman nə edirəm? X-i tapmaq üçün bu ikisini toplayıb alınan cəmdən 180 çıxacaq. 100-lə 120 toplayanda eləyir 220. Alınan dərəcə 220-dən 180 çıxaram. Bu da bərabərdir nəyə? 40-a. Cavab olar E variantı. Eyni qaydada 62-ci sualda rahatlıqla həll eləmək olar. Bu da mənə içəridə olan bucağı 60 dərəcə verib. Yəni 60 bərabərdir. Bundan bunu toplayıb 180-dən çıxmalıyam. Yəni x üstə gəlməsin 100, çıxılsın 180. Buradan x nəyə bərabərdir? 100-dən 180 çıxanda qalır mənfi 80. Mənfi 80 digər tərəfə toplama ilə gedir. 80 ilə 60 toplayanda eləyəcək 140. Cavab olaraq B variantı. 63-cü sual. C minus B, C minus A minus B'nin qiymətini tapın. Belə bir ifadə verilir. Buradan ümumiyyətlə C nəyə bərabərdir? Biri baxın sağdadır, digər ikisi soldadır. C bərabərdir, sağda olan bərabərdir soldakıların cəminə, yəni A üstə gəl B-yə. Bəs yaxşı, C minus A minus B nəyə bərabərdir? Bərabərdir suala. Yeniyəlik. Ümumiyyətlə, burada C-nin yerinə A üstə gəl B aparıb qoyaram. Yazaram A üstə gəl B. C-nin yerinə yazdım. Çıxılsın A, çıxılsın B də öz yerində qalır. Mənfi B, müsbət A getdi. Mənfi A, müsbət A getdi. Mənfi B, müsbət B getdi. Geriyə nə qaldı? Heç nə, yəni 0. Cavab oldu E variantı. 64-cü sual. Şua ilə bucağın yox, şua 180 dərəcəli bucağı fərqləri 70 dərəcə olan iki bucağı ayırır. Aha. Fərqləri 70 dərəcəli olan bucağı ayırır. Yəni bucağın biri x-dirsə, digər nəyə bərabərdir? X üstə gəlsin 70-ə bərabərdir. Bunların cəmi nə olub? 130. X-lə x-i toplayanda 2x bərabərdir. 70 müsbətdir, digər tərəfə mənfi ilə keçir. 130-dan 70 çıxanda qalır 60. X-də bərabərdir 30, 62-yə böldük 30. Bucaqlardan kiçiyi tap. Bucağın biri x idi, biri x üstə gəl 70 idi. Biri 30-dur, digəri də 30 üstə 70 gələcəm, 100 olacaq.
Kiçiyini istəyir. Kiçiyi təbii ki, hansı olacaq? 30. Cavab olacaq C variantı. 65. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar 8 bölünsün 10 nisbətindədir. Yəni 8K üstə gəlinsə 10K bərabərdir nəyə? Uyğun tərəfləri perpendikulyardır, yəni 180 dərəcəyə. 8K ilə 10K-nı toplayanda edir 18K. Bərabərdir nəyə? 180-ə. K da bərabərdir. 180-imiz 18-ə bölürəm. Düşür 10. 8K-da yerinə qoyuram. 8 vurulsun 10 bərabərdir 80-ə. Digəri də 10K-da, yəni 10-un K-nın yerində baxın qiymətini qoyacağım. 10 vurulsun 10 bərabərdir 100-ə. Bu ədədlərdən, bucaqlardan böyüyünü tap. Biri 80-də böyük 100. Təbii ki, böyük olan hansı olacaq? 100. Yəni B variantı. 66-cı sualda. Altıncı sualda. A ilə B paralel xətlərdir. X-in qiymətini tapın. Necə tapıram? C. Bu da bu yukarı bağlasam, baxın, bunu bağlasam, X də bunun içərisindədir, 100-də, yəni daxilindədir. Bunların cəmi xaricdə olana bərabər, yəni çöldə qalana bərabərdir. Yəni 130-a. X də bərabərdir, 100 müsbətdir. Digər tərəfə çıxma ilə gedir. 130-dan 100 çıxanda nəsə qalır? 30. Cavab olur C variantı. Digər suala baxaq. Yenə eyni formada baxın, bunu bağlasam, bu içərisi X içəridə qalır. Yəni daxildədir. Alfa üstə gəlinsin. Alfanın A kimi yazıb deyil olmaz. 134 bərabərdir 168-ə. Alfa nəyə bərabərdir? 134. Digər tərəfə mənfi ilə keçir. 168-dən 134-ə çıxacaq. O da bərabər olacaq 34-ə. Cavab olacaq D variantı. Ha, eyni qaydada baxın, həmişə fiquru bağlamağı öyrənin və daxildə, xaricdə qalmağın nə demək olduğunu başa düşün. Həmişə daxildəkilərin cəmi xaricdəkilərə bərabər olur. Bağladım, içəridə qalanlar nədir? Daxildə. X-dən 80. X üstə gəlinsin 80. Bərabərdir xaricdəkinə, yəni çöldə qalana. 165. X də bərabərdir 160. 65 olduğu kimi qalır. Müsbət 80 digər tərəfi mənfi ilə keçir. 165-dən də 80 çıxanda qalır 85. Cavab olur E variantı. 69-cu suala. Diqqət yetirək. Yəni fiquru bağlayaram. X-lə 70-in cəmi X üstə 70 bərabərdir 140-a. X bərabərdir nəyə? 70 müsbətdir. Digər tərəfə mənfi ilə keçir. 140-dan da 70 çıxan zaman qalır 70. Cavab olur hansı variant? B variantı. Daha sonra 70-ci suala baxaq. Baxın, bunlar hər biri bir-birinə paraleldir. A ilə B, C ilə D-yə və C ilə A, B, C, D-yə paraleldir. E, D, C, B-yə paraleldir. Bucaq dərəcələri hər biri bir-birinə bərabər olacaq. Yəni, bura 40 dərəcəsi, burada 40 dərəcədir. Cavab olacaq C variantı. Eyni qaydada burada da. Bura 50 dərəcəsi paralellik şərtinə əsasən burada 50 olacaq. Yəni, bir-birinə paralel olduğu üçün bucaqlar bərabərdir. 50-dirsə 50 A variantı. 72-ci sual. 72-ci sualda bizə nə deyir? A ilə bir paraleldə alfa bucağını tapın. Baxın, buranı nə edirəm? Bu alfa bucağı paralel olduğu üçün burada alfadır. Bunu bildik. Daha sonra bu ümumi tam bucaqdır. Toplayaram, alfa ilə 5 alfanı toplayaram. Eləyir 6 alfa. Tam bucağın dərəcə ölçüsü nəyə bərabərdir? 360-a. Alfa da bərabərdir. 360-a 6-ya bölərək düşür 60. Alfanın dərəcə ölçüsünü taplayır 60. Alır A variantı. Yəni nə qədər sual qalıb baxın 72-dəyik. 90 dənə sualdır. Hələ 28 var. Burada yekunlaşdıraq digər rekordu götürərəm. 72-də 73-də izah edeyim eyni qaydadadır. Bucaq gəlir götürür bura. Bura olur 72 dərəcə. Ümumi alfa bucağın buranı tapmaq üçün 360-dan tam bucaq daxil. 360-dan 72 çıxarım. Qalar neçə? 288. Bu da olar C variantı.